Qloballaşma nədir? Onu qoy ziddin deyim, qloballaşmanı başa düşəsiniz. Qloballaşmanın ziddi, əksi təcrid olunmadır. Təbii. İzolyasiyonizm, təcrid olunma. Yəni bir iqtisadi sistem ya dünya iqtisadi sisteminin bir parçası olar, dünyada bütün ümumdünya iqtisadi sistemi həm təkcə bura iqtisadi sistem getmir də, burada elə belə deyək də, həyat tərzinin, dünya görüşünün də vahid şəkilə salınması da bura aid ola bilər. Bu qloballaşmaya aid ola bilər. Fikrimizi eləyə bildinmi? Qərb həyat Anladım. tərzi, ondan sonra nətər deyirlər, orada olan hər şey, təkcə orada olan mallar yox, həm də orada olan hər şey gəlir digər dövlətlərə də təsir eləyir. Yəni bu qloballaşmanın əksi təcrid olunmadır. Fikrim çatır? Əgər qloballaşma Tamam. yoxdursa